Allah Teala deyir ki, mənə ibadət edin və məndən başqa özünüzə şəriklər götürməyin. Bəli. Və bunun səbəbi ilə də peyğəmbərlər qovuldu. Bunun səbəbi ilə peyğəmbərlər əziyyət çəkdi. Bəzi peyğəmbərləri qövmü daşladı, bəzi peyğəmbərləri qövmü qovdu, bəzi peyğəmbərləri qövmü mişarla doğradı və bəzi peyğəmbərləri İbrahim aleyhissalam oda atdılar onların ilahlarına. İbrahim aleyhissalam nə deyirdi? İbrahim aleyhissalam nə deyirdi? Deyirdi ki, Allahdan qeyrisinə ibadət eləməyin. Allahdan qeyrisinə tapılmayın, daşları, günəşləri və günəşi və ayı və başqa ibadət olunan məbudları tərk edin. Həqiqətən də sizin Rəbbiniz Allah deyə ibadətə layiq olan, onlar dedilər ki, hətta atası əntə rağibun an alihəti ya İbrahim. Ey İbrahim, sən mənə ilahlarımdan üz döndərirsən. İbrahim dedi ki, ey ata, mən sənin üçün qorxuram. İnni əxafu ən yəməssəkə əzəbun minər-rəhmən. Mən sənə rəhmandan əzabın gəlməyindən qorxuram, tövbə elə. O da qayıtdı ki, sən mənə ilahlarıma dəyirsən. İki çağıran var idi. İbrahim Rəbbinə çağırırdı. Atası və onun ətrafı isə bütlərə çağırırdı. Və nə üçün çağırırdılar? Onlar oradan qazanırdılar ona görə. Və İbrahim aleyhissalam da mani olurdu onların o yoluna. Və ona görə İbrahimə dedilər ki, İbrahimə get. Ona görə İbrahim aleyhissalama dedilər ki, İbrahimə get. Bizi tərk elə, ya da səni qovacağıq, ya sənə əzab verəcəyik. Və İbrahimə oda atdılar. İbrahim aleyhissalam oda atdılar, lakin Allah Teala, onlar bilmədilər ki, onlar Allahın qabağına gələ bilməzlər. Onlar İbrahimə oda atdılar, Allah Teala da oda əmr elədi ki, ey od, İbrahim yandıma. Çünki odun da Rəbbi idi. İbrahim o Rəbbə ibadət edirdi. Lakin onlar isə heç bir şey zərər verə bilməyən və xeyir verə bilməyən, heç bir şeyə qadir olmayanlara ibadət edirlər. Və hətta İbrahim aleyhissalam onları başa salmaq üçün bütlərin qırmışdı və bir bütün baltanı bir bütün başına qoymuşdu. Və onlar soruşan zaman ki, bizim bütləri kim qırdı? Deyir ki, böyük qırdı. Və onlar da cavab verə bilmədilər. Dedi ki, əgər danışa bilirsə, ilahınızsa qoy desin sizə kim qırıb. Kim qırıb? Yəni, İbrahim aleyhissalam onları başa saldı, lakin onlar başa düşmədilər. Yəni, əsas məqsəd odur ki, peyğəmbərlər bunun üçün gəldi. Ona görə İbrahim aleyhissalama Tohidin atası deyirlər və peyğəmbərlərin atası deyirlər. Nə üçün? Onlar Tohidə çağırdığına görə. Bəli. Ona görə də peyğəmbərlər bu şərəfli dəvət eləmişlər və bizə vacib olan bu sözü, bu kəlməni başa düşmək və bu kəlmənin arxasınca gözəl şəkildə və bu kəlmənin gərəkdirdiyi şeyləri gözəl şəkildə edək.